zala ilk dəfə yazılmış olsaydım və ayaq işləsəydim, birinci düzgün skot eləməyi öyrənərdim və bunun üçün ya boks ya da bench seçərdim. İlk öncə diqqət edərdim ki, belim, qamətim düz olsun. Oturarkən yıxılmamağımın qarşısını boks alardı və dizlərimin necə içəri qaçmamasını kontrol edərdim. Əgər ucu alınardısa, İkinci setdə və yaxud ikinci məşqdə artıq sərbəst skot eləyərdim və daha sonra çəkiləri keçidərdim. İkinci hərəkət lunge to back eləyərdim və qamətimin düzlüyünü sığortalamaq üçün palkadan istifadə edərdim. Niyə arxaya? Çünki arxaya lunge eləmək dizin qabağa getməməsini kontrol eləmək üçün ən ideal lunge versiyalarındandır. Amma biz yerimizdə eləyəndə istər-istəməz kontrol eləməyə bilərik və dizin qabağa qaçması daha çox baş verər. Etdiyimiz hərəkətlərin içində heç birində ayaq içi işləmədiyi üçün son hərəkət olaraq adduction'ı seçərdim və yenə də klassik versiyanı yerinə yetirərdim və bu hərəkətlə ilk məşqimi tamamlayardım.